Qeyrətliyə qeyrətsiz olanlar çəkər əsrət. Qeyrət əgər olsaydı bir insan kimi surət, aya bu ki qeyrətli ələmdardı deyərdüz. İnsan necə gör insana oxşardı deyərdiz. Qeyrət dilə gəldi, bu sözə söylədi şair, tay tutma əbəlfəzlə məni Allaha xatir. Mən kimdir əbəlfəz deyəcəm, sən elə təsvir, bir dağdır əbəlfəz, onu vermin mənə nisbət, dağdan qoparılmış balaca zərrədir qeyrət. Tarix onu tərif eləyib öz kitabında, alimlərimiz qeyd eləyib 100 kitabında. İznim əgər olsaydı mənim söz kitabında, Allaha acıq getməsə bir kəlmə pozardım, qeyrət sözünə xət çəkib əbbası yazardım. Niyə? Üstüyən ilə su axtararıq, içərikdə susuzluğumuz yazsın. Yazır, hər kəs susuz olsa, içəcək olsa da damla, dəryanı müətəl qoyub aşurada səqqa. Doldurdu içə ovcuna su, içmədi amma. Qeyrət dedi ki, it, döyüşə taqətin olsun. Əbbas dedi, əsxərdən utar, qeyrətin olsun. Üzün tutdu Fərəd çayına, qabağı kəsilmişdi də, gedmirdi xeymələr tərəfə. Deyir, sən boş-boş axırsan Fərəta söylədi səqqa. Birdən məni Allah yaradaydı belə dərya, bir yolla açıb xeymiyə sari yeni məcra, Zəhra bağının güllərin hər an sulayardım, əks halda xəcalətdən ölərdim, quruyardım. Eyşən, de görüm dərk elədin kimdir əbəlfəz? Qeyrət ona şagirddir, müəllimdir əbəlfəz, Allah dediyi hər sözə təslimdir əbəlfəz. Allah sözünə hər kim ola qəlb ilə təslim, qeyrət ona şagird olacaqdır o müəllim. Əla lənətullah ələl qommin zalim. Çox təşəkkür edirəm.